Sən o görü bəsdir, az danış. Qonum qonşudan ayıb. Dur ayağa, dur gedək yatağa. Dur da, hə? Zəvzəvə. Над землей летели лебеди солнечным днем. Было им светло и радостно в небе вдвоем, и земля казалась ласковой им в этот миг. Вдруг по птицам кто-то выстрелил и вырвался крик: что с тобой, моя любимая? Отзовись скорей, без любви твоей небо все грустно. Ильгар, береги себя. Ильгар, береги себя. Ильгар, береги себя. Возвратись скорей.
Tarıkmıştı. Senden ötürü de, ata-anamdan ötürü de. Her gece uykumda gördüm seni. Ağlama. Şimdi bizimle sen. Bir yerdeyik. Ata-anam vardı.
gözləyirlər. Gedək. Özleme katar gider ay, durunalar katar gider. Bu dünya bir penceredir, her gelen bakar gider. Ay Allah. Bu kişi harap etti. Vaqif! Ay Vaqif! Atan həyətdə yıxılıb. Atan yıxılıb həyətdə. Tez ol balam. Atan yıxılıb. Tez ol qaç. Mahmud. Ata. Mahmud. Ay Mahmud. Mahmud. Sen Vaqif'i evlendirmek istedin ay Mahmud. Ay Mahmud. 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 Sen Vaqif'i evlendirmek istedin ay Mahmud. Biraz seyirse. Ele gedirsiniz, ele bile çöreği yememsiz. Ortaya koyun oraya. Konaklar başından geldi. He. Mangalı biraz beri tarafa getir. Biraz beri tarafa. Biraz beri.
Buralar tüsü görməsin. Vay müəllim, demək olar ki, hər şey hazırdır. Birazdan süfrəni açırıq. Bunu da aparın ora, bunu da aparın ora. Buz dolu. Buna ağlaşmadı o. Əşi, heç qonşuda hüzür düşüb. Bura yaxşıdır? Yaxşıdır, yaxşıdır. Kim ölüb? Balaban çalanı rəhmətə gedib. Mahmud da ölməyə vaxt tapdı. Buna bax, səslər düz bura gəldi. Burada oturası da öyrəniş. Nəysə, mən gələm işə. Uşaqlar avtovazala gələcəklər saat 11-də. Gelirsən ora, olay götürsün. Mənim gözüm üstə, qalxan olun. Sabahınız xeyir. Sabahın xeyir ata. Ay Allah. Əgər xeyirdirsə. Yenə nə olur? O çaydan söz görünmez. Nə olacaq? Sən bu vaxtı yuxudan duran vaxtındır. Sən nə fikirləşirsən bilmirəm də. İşə niyə getmirsən, hə? Yenə başlandı, yenə başlandı. Ay kişi. Sənə and verirəm atılın görünə. Sənə and verirəm bax bu balamızın tək canına. Sən Allah de görüm sənə nə olub. Bəs fikirləşmirsən ki işə getməsən biz nə ilə dolanacağıq? Ay arvad, lap belə yaxşı dolanacaq. Əvvəlkindən də min qat yaxşı. Elə dediyini deyir, əşi hansı pulla? Əşi, qoy bir çörəyimizi yiyək də rahatda. Gəl, açıqdır. Sabahın xeyir, ha qonşu. Sabahın xeyir. Siz elə hazırlaşmırsınız qonşuya keçməyə. Mən də gəldim sizinlə bir yerdə keçim. Hansı qonşuya? Nə olub ki? Xəbəriniz yoxdur? Bəs Mahmud kişi dünən gecə rəhmətə gedib axı. Az nə danışırsan? Vallahi. Ay Allah. Bəli. Salam Lalə. Mənəm Vaqif. Hə, salam tanıdım. Lalə, sabah anamız Selçi gələcək. Doğrudan? Bütün meyve ağacları var qəşəng. İstavanınki çayda. Yaxşı deyirlər, çay nədir, say nədir, keçdi 5'e vur 15'e. Süzeyim? Yox, sağ ol da, çox sağ olun. Allah razı olsun. Hə, indi birazdan gəlsin, özümüzü tanış olacaq. Çox Ay ay ay. O de, adını çək, nətər deyirlər, qulağını vur. Necəsən? Nətərsiz? Nə var, nə yox? Niyə gec gəldin? Hayır, işdəydim. Gəl. Siz necə gəldiniz? Əla. Təbiətinə söz ola bilməz. Danışın gəlin. Faik, tanış ol. Fira, Güla, bu da güzeller güzeli
Lena. Necədir? Yaxşıdır. Neyinirsən? Bu nədir? Ümbət, Bəli. bu nə cəmaatı çaya tutmusan? Hayvan 10 dəqiqə hazır olacaq, narahat olma. Tez ol, tez ol. Oldu. Nə var? Gəncənsən də. Lena. Lena. Hı-hı. Lena. Hə. Deyək ki, gözəllər gözəl. Danışın görməyə necə gəldiniz? Əla. Çox zor. Əsl vadi incəlləsi yerdir. السلام عليكم يا أهل القبور أهل الديار من المؤمنين والمسلمين إن شاء الله بكم لاحقين يرحم الله المستقدمين منا والمستأخرين أسأل الله لنا ولكم العافية وجمع قبرستان غفنا وخيتم الفاتحة بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد اللهم صل على محمد وآله وأولاده وسلم Allah merhame ve cemi dünyasından rahmet eylesin cemaat. Allah Teala size rahmet eylesin. Amin. Ölüm hamımız üçün var. Əsas odur ki, insan bu dünyadan köçəndə nəsə yaxşı bir şey qoyub getsin. Rəhmətlə yad olunsun. Mahmud əmi bu barədə xoşbəxt adamdır. Həm əsl kişi, həm də gözəl sənətkar idi. Allah rəhmət eləsin. Amin. Həm də əsas odur ki, səndən soruşanda kimin oğlusan, fəxrlə deyəcəksən ki, Mahmud kişinin oğluyam. Mənə elə gəlir, atamla övlad üçün bundan böyük miras ola bilməz. Bir də ki, daha uşaq deyilsən, yekə kişisən. Özünə əl al. Biz də ki, sənin yanındayıq. Nəyə ehtiyacın olsa, nə qulluğun olsa biz hazırıq. Səbir ol. Eşqin əminə. Allah səni bilirsin. İdris kişi. Azərdən tezə xəbər var. Yox, bala. Ürəyim partlayır. Heç bir xəbər yoxdur. Mən neçə arvadla bəldən düşüb. Gecə gündüz ağlayır. Onun dərdinə mən də evdə otura bilmirəm. Nə olub sizə? Biraz səbirli olun. Az olub ki, uşaqlarımızı əskərlikdən 4-5 ay gec buraxıblar. Olub ayrımız olub. Amma sən bilirsən ki, mənim Azərim Əfqanistanda xidmət edir. Oradan da qoşunları çıxarırlar, amma uşaqdansa heç bir xəbər yoxdur. Xəbər olacaq inşallah, darıxmayın. Komissarlıq nə deyir? Getmişdim. 3-4 dəfə hərbi hissəyə telegram da vurdular. Hələ ki, heç bir xəbər yoxdur. Biraz səbirli olun. İnşallah sağ-salamat gələcək Azər. Biz elə səbir qalır. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Mahmud kişi köklü bir nəslin nümayəndəsidir. Bizim elin övladı idi. Onsuz bizim bu obamızda heç bir toy, şənlik keçməzdi. Allah rəhmət eləsin. Qəbri nurla dolsun. Sağ olun. Allah'ın işi. Olsa bu dünyaya gelen bir gün gelir. Asas odur ki, sen gedenden sonra, özünden sonra yaxşı bir iz koyup gidesən. Mahmud kişi bu dünyada yaxşı bir iz koydu.
Həm də öz insanlığı ilə, həm də öz sənəti ilə. Çox yaxşı ki, onun ocağı boş qalmadı. Onun sənin kimi ağıllı oyunları var, oğlu var. Allah rəhmət eləsin. Allah rəhmət. Lan bu, idarə ilə danışmışam. Uşaqları yığ gedək çadır gətirməyə. Axşama kimi çadırı qoyaq. Yaxşı. Let's close the door and believe my burning heart. Feeling the right kind of Bana bak. Ne bakıyorsun Türkiye'ye? Ayın 7'si. Ne işleyeceksin orada? İşler. Ne işleyeceğim? Tercümesi. Bizimkiler orada zavod açtılar. Ben de ki bizimkilerle Türklerin arasında tercüme edeceğim. Sen benden Türkçe de bilsen Niye bilmiyorum? Ya. Gör bir eksperiment edelim. Bak. Ben de bu kızdan birini elə bir demək istəyirəm ki, qəşəng qız gəl bizlə vura bilərsən. Nəzə deyim? Güzel kız, bizimle takılabilir misiniz? Güzel kız. Bizimle takılabilir misiniz? Güzel kız. Kız. Bizimle takılabilir misin? Aslanı bilir düştüm de. Bırak. Gelsin. Ahım ben. Acaba 50 bırak Gelsene. Az değil, ne kadar yiyorsun? Ala. Söndürmeyin topunu. Buna bir avursuz da. Sen kimsin? Her kim? Deyirəm qonşuda hüzur düşüb. Qanacağımız bura kimidir? Sen deyəsən adamı tanımırsan ha. Qanacaqsız özünsən. Başa düşdün mü? Yandır maktafonu. Yandır deyirəm maktafonu. Yandır onu. İlkan! Naçalnik, yəqin sən də Azərbaycanlısan. Səni də elə öyrədiblər ki, adamın qonşuya hörmət olar. Bu ölüm hamının həyatında olur. Ümbət. Bəli. Sənin də qonşudakı yasdan xəbərin yoxdur? Nə hüzür, vallahi indi bilmirdim mən. Ağlaşmanı da eşitmədin? Yox, Allah eşitməmişəm. Sənin elə qulağını kəsmək lazımdır. Onda bəlkə yaxşı işləsin. Qulaq as İlqar. Ehtiyatlı ol. Alçaqdan nə desən gözləmək olar. Ne yapıyorlar o bana? Şoför babaya. Hər halda ehtiyatlı ol. Bilmək olmaz. Gəl.
Səni görsədərəm indi. Yaxşı. Səni görsədərəm indi. Ay yoruldum ha. Millət gəlib Mahmud kişigilin yasına. Mən heç belə bilməzdim. İnanırsan, kətlərdən o qədər adam gəlib ki, heç içəridə oturmağa yerdə yox idi. Ya da arvadlar biri ağlayırdı ki, elə bir ən əziz adamları ölüb. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Atan gəlməyib? Çoxdan gəlib. Evdədir? Yox. Bəs hardadır? O da damda. Damda? Hə. Hay Allah. Ne işti gəlir mənim başıma? Ha? Özdə deyir ki, damda yılan var. Nədir? Gəlirəm. Ay kişi, sen ne axtarsan o damın içinde? Heç sözdür. Belə girmişəm dama da, baxıb görün, bunu nətər sökmək olar. Elə ona göre 2 saattir girip oturmuşsan damın içinde. Bəs demirdin orada gürzə var? Ay Allah, sana kurban olum. Bizim ne günahımız var? Ne olub sən ay qız? Hə? Ne olub? Ay kişi yasa gitmişdin. Ha getmişdi. Ne olsun ki? Deməli sen məndən sonra getmişsən. 2 dəqiqə oturup qaçıb gəlmişsən. Ay kişi sen Allah, de görüm sənə nə olub. Elə bil göbeğimi bu damda bastırıblar. Hay Allah, benim başıma daş düşüb, daş. Sen deli olmuşsan. Əşi, dəli belə sənin nəslindir. Dəli niyə oluram? Sənin xəbərin yoxdur özündən. 20 ildə işlədiyin idarədən də birdən-birə çıxdın. Lap belə əcəb elədim. Yaxşı elədim. Əlimin içindən gəldi. Tüpürüm elə işə. Ay Allah. Güya orada mənim qədrimi bilirdir, hə? Bəs biz nəyinə dolanacağıq? Dolanacağıq, sən narahat olma. Hamıdan da yaxşı dolanacağıq. Estağfurullah, axı necə? Hay arvad, dedim ki dolanacağıq da. Sənin nə işi var, nə borcu var? Necə yəni nə borcuna? Bəs bizə pul lazım olanda kimdən istəyək? Gedib qonşudan istəyək? Hay sənin. Al, bu da pul. Sənin ölümün elə pul olsun. Götür. Nə qədər istəyirsən götür. Yenə verəcəm. Hayat ondan səni. Pul, pul. Ha! Kimdir?
Salam aleyküm ay Ramazan. Salam aleyküm. Ne acaba eve gelmişsin? Mahmud'un yasına getirdim. Şaha gönderdim bile çağırsın ayaksı söhbetim var senin. Ha, lap yaxşı, lap yaxşı. Eşdirəm. Bildin de. Ne oldu? Diyesen seni satıblar. Ne danışırsan? Bilisin haber var diyesen. Ne danışırsan ay Ramazan? Oğlumun canından olsun ki kimse seni sattı. Həşi, sen ne danışırsan ay Ramazan? Bu söhbətdən Allah'ın altında senle məndən başqa heç kəsin xəbəri yoxdur. Heç evdə arvad da bilmir ki, mən qızıl tapmışam. İndi ne oldu? İki daşın arasında milis bundan xəbər tuttu. Benim üçün de sırrı xudadır ki, hardan xəbər tutdu. Dört tərəfə dolu cemaatda danışırlar, eşidirlər, danışırlar. Mən səndən şübhələnirəm. Məndən? Əli. Əşli dayan görüm. O gün özündən xəbərin yox idi. Dəmleşmişdin, xəbərin yox idi. Qışqırırdın. Əşli, nə olsun, Ne olsun, qışqırırdın, Deyilmədə sakit deyən ay kişi, səs tanımı yox, kimi deyirsən, sesin başımı götürmüşdü. Əşli, lap belə qışqırırdı. Əli, qışqırırdın. Yaxşı qışqırıb, nə deyirdim? Daha nə demədin ki? Hər şeyi açıb danışdın da. Qızılı dedin, küpü dedin, qızıllar belə gəldi, küp elə getdi. Çok oğlun zəhir mararağı. Hələ yumruğu vurdun yerə stola ki, mən bir dana ev tikdirəcəm ki, rayonda bir dana məndən olacaq, bir dana. Nə oldu? Qışqırmağın başıma bələ oldu. İçkili olmuşam da. İçkili olarsan da. Sen bilirsən ki, orada oturanlardan kimsə aparıb səni satıb. Dört tərəf doludur. Bəlkə də elə Əkrəm satıb səni. Nə Əkrəm? Diş doktoru. Aparıb onu da göstərmişdin də. Mənə heç xəbər eləməmişdin. Məndən icazəsiz sən onun yanına göstərmişsən. O da aparıb xırdalayıb cəmaatı yiyib satıb səni milisə. İndi mən neyniyim ay Ramazan? İndi heç də. Sən deyirəm qızılları harada gizletmişsən? Bir möhkəm yerdə gizletmişsən? Şimdi nə bilim, bastırmışam da. Harada gəldi qızıl bastırarlar. Səhər tezdən töküləcək milislər qızıl axtaranlar axtaracaqlar hər yeri, əlifəyə eləcəklər. Tapdılar, nə yiyəcəksən? Harada gizletmişsən? Nə danışırsan ay Ramazan? Onlar səndən əl çəkəndilər. O da Həsəngilin evində 4 ildən qabaq. Haradan tapdılar? Heç ağırlarına gəlmədi, quyunun dibindən. Yaxşı, indi də görüm mən neyiniyim də? Heç də. Sənin bir yolun var. Nə yol? Qızılları getir, bir say ver mənə. Arxayın. Sat ver mənə. Qızılları bir say ver mənə. Mən saxlayayım. Hava sənə pul lazım olur, gəl apar da. Məndən başqa onu sənin üçün heç kəs sərdə bilməyəcək, yadında saxla. Gərək fikirləşim də. Amma Ramazan, bax sənə deyirəm. Mən onları elə belə bir sənə sata bilmərəm. Əgər satıramsa, hamısını bir dəfəlik satıram. Satdır. Sən də hamısının pulunu birdən verərsən mənə. Bir də verim də. Daha mən gəlib səndən 2 gündən bir pul istəməyəcəm ki. Pulu verərsən mənə, mən də çıxıb gedirəm işimin gücümün qalınca da. Arxayın. O da səndə var o qızıllarda. Məndə də var, ondan 5-6. 50 yerdə gizletmişəm, bir şeytan tapı bilməsin. Sən arxayın ol. Getir qızılları ver mənə, amma. Ağzı möhkəm saxla, heç yeri danışma yine. Daha uşaq zad deyiləm ki. O dəfə deyirdin uşaq deyiləm. Bir də bəs qutar, yığışdır. Yaxşı, yaxşı. Yaşın o yaşı deyil. Yaxşı. Axır başıma bir bəla gətirməsin, olmaz. Oldu. Ay Məhə, nə yaxşı evdəsən? Heç yerə getməmsən? Yox, evdəyəm. Nə olub sənə? Acmısan?
Yox, acmamışam. Yemək gətirmişəm sənə. İstəmirəm Yaqut xala. Gəl gedək bir tikə ye. Bilirsən nə bişirmişəm? Nə? Dolğa. Mən doğğa çox istəyirəm Yaqut xala. Sənin üçün bişirmişəm. Sağ ol. Gəl gedək ye. Sən həmişə yaxşı dolğa bişirirsən. Çox sağ ol Yaqut xala. Nasıl olsun? Yaqut xala, dünən də toyda doğğa yemişəm, Nə toy? Kimin toyu idi ki? Bilmirəm. Hardaydı ki toy? Məktəbin yanında məhəllə var ha, orada. Hə. Cavidgillə gəlirdim futbol oynamaqdan. Gördüm musiqi səsi gəlir, toy səsi. Dumbul çalırdılar. Girdim içəri, mənə yemək verdilər. Yemədim. Niyə? Dedim mən doğğa istəyirəm. Hə. Doğğa verdilər, yedim. Dadlı idi. Dadlı doğğa idi. Mən doğğadan xoşum gəlir axı. Sən də dadlı doğğa pişirirsən. Yaqut xala. Anam kimi. Anam da dadlı doğğa pişirirdi. Yaqut xala, mənim toyum olacaq. Hə, niyə olmayacaq ki? Özüm evləndirəcəm səni. Sənə qəşəng bir qız alacam. Yox, mən arvad almaq istəmirəm. Mən toy eləmək istəyirəm. Bəs, Yaqut xala, mənim toyumda yeməkləri kim bişirəcək? Bir məhəllənin arvadları kim bişirməlidir ki? Ancaq doğğanı sən bişirərsən Yaqut xala. Yaxşı, sən dadlı doğğa bişirirsən. Bişirərəm. Anam kimi. Yaqut xala, mənim ad günüm olacaq. Niyə olmur ki? Nə vaxt olacaq? Mən sənə deyəcəm olanda. Mənim ad günümdə tort bişirərsən? Hə, niyə bişirmirəm? Sənə bax bu boyda tort bişirərəm. Dünən Cavidin ad günü idi. Ramiz əmi məni aparmışdı evlərinə. Bu boyda tort var idi Ramiz əmigildə. Tortdan yedik. Bir dənə də şam qoymuşdular. Şamı yandırdılar. Ramiz əmi dedi, Cavid gəl söndür. Heç kim söndürmədi. Mən tez söndürdüm. Evi yandırar, şam yanar, ev. Yaxşı eləmsən. Yanar. Salam Faiq müəllim. Nə deyən? Heç bir balaca rayon sovqatı deyil, gətirmişəm ki, evə aparasınız. Dünən dediniz axı Bakıya gedirsiniz 2 günlüyə. Qoy maşını. Ha, boş üstə. Yaxşı yadıma düşdü. Sənə bu əmin oğlu var, Hə. Nuxu. Eşitmişəm anaşa satır. Valla mən də eşitmişdim. Deyəsən, dəqiq deyir. Elə deyirlər də. Day satmır. Yox, sən ağıllandırmısan. Yox, mən ağıllandırmamışam. Əli Paşa var, o onu qorxuzub, o da rayondan çıxıb gedib. Nədir Paşa, o türmədən gələn deyirsən? Hə də, o Əli Paşa. Nə deyib ki? Deyib ki, əgər bir danaşa satsan, mən səni rayondan qovacam. Görünür, o da satıb, o da qovub çıxıb gedib də. Başa düşmədim. Əli Paşa kimdir ki, rayondan adam qopsun?
Onu deyəsən adı qulağına dəyib ha. Ne bileyim indi başat ne. Nəysə. Dediklərimi yadından sar. Benim gözüm üstə. Faiq müəllim. Deyirəm, Mirzə müəllimə də salam dua deyərsiniz də. Deyər, getdin. Burada elə bir şey yox deyil, Yüngülvari ev üçün hədiyədir. Salam aleyküm. Faiq müəllim. Ananız Rəna xanım tapşırmışdı ki, sizi evi yığışdıran bir adam tapın. Siz Allah elə çıxmasın ki, mən axtarmıram. Sonra Rəna xanım deyər ki, ayda ildə bir iş tapşırdım, onu da yarıtmadılar. Vallahi, hələ elə bir münasib adam tapmamışam. Tapan kimi mütləq göndərəcəm yanınıza. Problem yox. Yaxşı, sağ olun. Sağ ol. Ama qəribə adamsan. Niyə? Sən onlara niyə birdən-birə yaxınlaşdın ki? Sənə deməmişdim? Baba Xeysin anası mənə iş tapşırmışdı. Bu kimdir? Mən anamı hardan tanıyırım? Səhv eləmirəmsə bu Musa var. Onun yoldaşıdır. Burada aşağı məhəllədə olurlar orada. Yanındakı on qızıdır. Belə olar da. Nə işləyir Musa? Poçta işləyir. Nə olsun? Sən onlara qulluqçu axtaransan. Yaxşı, yaxşı. Başlama yenə. Dədənlə sənə qalsa gərək mən heç kimlə danışmayayım. Nə dedim ki? Dedim ki, Rəna xanıma deyin, elə bilməsin ki, axtarmıram. Gök elə o arvadın yanında yadında sən qalmışsan. Niyə qalmamışam? Mən qalmasam da, sən mütləq qalmısan. Bilsən, sən necə tərifləyirdin. Dedi, qəşəng qızınız var. O məni harada görüb ki? Yadıma gəlmir. O gün sən xala gilə gedirdin, mən də rəfiqə gilə. Biz yolla gedəndə yanımızdan maşınla keçmədilər. Yadımda deyil. Qaydanda da küçədə Rəna xanımla tanış olduq. Onda da səni soruşdu tez. İndi baxma da, evlənməli oğlu var. İndi ona görə yəqin maraqlanır qızlarla. Ana, ömrümdə səndən bircə kəlmə xahiş eləmişəm. Onda çox sağ ol, çox gözəl yerinə yetirirsən. Ana, sənə demədim ki, mənlə heç kim barədə danışma. Hörmətli deputatımız Mirzə İbrahimov, mən Culfa cəmaatı adından, kəndin ağsaqqalları adından sizə minnətdarlığımı bildirirəm. Salam Musa. Aleyküm. Bizə sifarişlə məktub olmalıdır. Gəlib gəlməyib. Yox qardaş, daha bundan sonra mən burada işləmirəm. Ərzə yazıram işdən çıxmadan. Danışandan sonra kəndimizə su kəmər çəkir. Yaxşı yox. İndi cəmaatımız sərin su içir. Musa? Yaxşı ki gəldin. Apar bunu ver o müdür bəy. Mən ondan üz-üzə gəlmək istəmirəm. O üstün yazsın. Bu nə ərzədir? İşdə çıxmaq haqqında ərzə. Doğrudan işdən çıxırsan? Ha, özü də öz xahişim. Musa, mən müdürün tərəfini saxlamıram. Amma insafla, o iclasda sənə belə bir ağır söz demədi. Sənin o müdürün qələt eləyər mənə artıq əsli söz deyir. Özdə bilirsən nə var? Sənə nə deyirlər onu el. Yox, belə vermək istəmirsən yenə Allah canını sağ eləsin. Adam taparam, o aparam. Yox, məktubu verməyinə verim. Amma tutaq ki, ərzəni yazdın, işdən çıxdın. Bəs harada işləyəcəksən? Belə işləməyəcəm. Dincələcəm özüm üçün. Nədir, mənə günahdır? Bəs, ailə uşaq? Ailəni də özüm saxlayacağım. Özü də hamıdan yaxşı. Nə var burada? Tüpürüm onun verdiyi pula. Bura bax, özü də ona deyinən ki, dalınca adamzat salmasın. Minnətçi düşməsin. Səhər tezdən də o hər şeyi qıza təhvil vermişəm. Təhvil deyəndəki bir möhürdür, onu da verdim qıza. Yaxşı,
Mən getdim. Amma bunu çatdır ona üstün yazsın. Necə məsləhət? Yazıcı üçün ən vacib iş oxucularla görüş. O, Bakının Lenin rayonunun gənc neftçiləri ilə görüşməlidir. Yaxşı, ay Güləm. Az gələrəm. Niyə gəlmirəm ki? Vaxtım olan kimi mütləq siz tərəfə keçərəm. Biz? Ay qız, mən bu il heç yerə getmirəm. Bax, elə bu bağdaca oturacam. Təzə gəlmişik ki. Yaxşı. Faiq? Faiq maması Qurban bugün gəldi səhər. Rayondan gəldi. Çox sağ ol deyərəm. Sağ ol. Sən də bizdən hamıya salam de. Öpürəm. Çox sağ ol. Sağ ol. Ben bağda zatta qalmayacağım. Niyə? Necə niyə? Rayondan gəlmişəm elə bil. Gəlin bir dostlarımla görüşüm. Həm də şəhərdə işim var. Bu nədə almışsınız? Ben dedim düzəməlli bir şey almışsınız. Nəyə xoşuna gəlmir? Vineştogdan almışıq, Mama Qurban, indi belə köynəklər moddur. Mod. Mən yazıqardım belə mod nədir? Aparıb atmış kəndin düzünə. Papaya da denən mənim bu ilin axırı işimi dəyişsin. Papa deyir, demişəm. İlin axırına kimi işin düzələcəkdir. Bir səbrin olsun da, ay bak. Vay, Mama Qurban, qonşumuz Rüfət var deyə. Nədir o? Prorektorun oğlun deyirsən, Hə də, o biri blokda yaşayan Rüfəti deyirəm. Nə hə? Dünən nişanı idi. Xoşbaxt olsunlar. Nə tez evləndim, bədi bax. Heç tez zat deyil, əsl vaxtıdır. Sən bu barədə nə fikirləşirsən? Nə barədə? Adı evlənmək barədə. Sizin deyəsən işiniz gücünüz qutarıb ha. Faiq. Papa deyir ki, yaman nəvə oynatmaq xətrimə düşüb. Mənim də evlənən vaxtımdır. Əsl vaxtındır. 24 yaşım var, hələ biraz da gecikmisən. Demirəm ki, elə bax bu dəqiqə səni evləndirək. Əvvəl nişan apararıq, bir ildən sonra da toyunu eləyərik. Nişan apararıq, Sənə canım qurban. Dayan da. Elə mənim də nəvə oynatmaq xətrimə düşüb. Qız elə bir əşya zaddır, belə əlinlə qoymusan, yeyib götürəcəksən da. Basa-basa mən qızı ardını tapım. Kənddə qız var. Gərək elə şəhərli qız olsun. Nə olub kəndin gözəl göyçək qızlarına? Faiq, sənin yanına gələndə birini gördüm. Huri mələk idi, gözləri də mavi. Hələ anasını da gördüm küçədə. Ondan xahiş elədim ki, sənin üçün bir qulluqçu da tapsın. Bildim kimi deyirsən. Anasını da görmüşəm, qızını da. Gördün? Xoşuma gəldi. Belə də. Elə gələndə yaxınlaşdım anası ki, bəs Bələnə xanım demişdi ki, sənə qulluqçu tapım. Didər də tapmamış. Qızı da yanındaydı. Sonra öyrəndim ki, atası poçta işləyir. Nə olar poçta işləyəndə? Bizə elə kasıb ailənin qızı lazımdır. Neynirik? Dövlətli ailənin qızını. De, xalın oğlu. Getdi gör hardan yapışdı. Zavod direktorunun qızından. Əl quzusuna döndəribləri yazığı. Xalan bilirsən nə deyir? Deyir elə bil ki, qız evi bizik, oğlan evi onlar. Yox, ay bala. Mən elə kasıb ailənin qızı lazımdır ki, sözümüzü eşitsin. Sonra qudurmasın. Başında turp əkəsən, Sağ ol, Faiq. Nə? Mən turp əkən qaynanaya oxşayıram. Yoxsa elə bilirsən, mən elə hayasız qaynanalardanam. Yaxşı da. Zarafat elədim də. Sən də. Zarafat elədim. Yaxşı, gəlpim səni. Mən getdim. Rauf gedir, gəlmə onu yola salım. Tez gəl Mama Qurban. Eşidirsən? Tez gəl. Yaxşı da.
Salam əleykum. Salam əleykum. Musa müəllim. Bəli. Gəlin tanış olaq, mən milis serjantıyam. Məsələ burasındadır ki, mənə məktub gəlməlidir Moskvadan. Mən də bir ay olar ki, ünvanı dəyişmişəm. Deyirəm, bəlkə o məktub sizin poçta gəlir. Yo. Mən daha orada işləmirəm. Bugündən ərzəmi yazmışam. İşləmirəm, ay oğul, işləmirəm. Yaxşı, üzrüz. Buyur. Gəl. Nə olub sənə, Musa? Nə olub ki? Heç. Yan görüm. İşdən niyə çıxmısan? Hər şey heç, elə belə. Yorulmuşam daha, işləyə bilmirəm. Hey. Yaxşı. Görürəm, səni də yoldan saxlamayayım. Mən gedim. Salamat, sağ ol. Hay Allah, sağ ol. Sabit. Çörək yemisən? Hə. Nə var? Səhər. Gün ortadan keçib, Gəl gedək çörək yemək. Dolanıram axı. Gəl, gedək çörək ye, sonra gələrsən. Gəl, gedək.